Azərbaycan və Macarıstan energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas 2 neft və qaz layihəsində, Azəri-Çıraq günəşli və Şahdəniz yataqlarında pay sahibidir. Bu fikirləri Prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanla birlikdə mətbuata bəyanatlarla çıxış edərkən dedi. Dövlət başçısı qeyd etdi ki, gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macaristana təbii qazın ixracına başlamışıq və mən bugün qeyd etdim və baş nazir burada qeyd etdi ki, Macaristanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Biz bugün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10'u Avropa ölkəsi, onlardan 8'i isə Avropa İttifaqı üzvüdür. Macarıstanın baş naziri Viktor Orban isə bildirdi ki, artıq 20 ildən çoxdur ölkəsinin üzləşdiyi bütün çətinliklərdə həmişə Azərbaycan prezidenti onların yanında olub. Viktor Orban Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün əhəmiyyətinə də toxundu. Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının zirvə toplantısı Macaristanda keçirilir. Biz bu təşkilata tam hüquqlu üzv deyilik. Biz müşahidəçi ölkəyik. Bizi sevindirən digər bir amil odur ki, bugün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər. Orban Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində razılıq əldə olunmasına görə dövlət başçısını təbrik etdi. O, sülh müqaviləsinin imzalanmasının tezliklə baş tutacağına ümid etdiyini bildirdi.